إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Möhtərəm müsəlmanlar, Riyadus Salihin, Salihlər Bağçası kitabını keçməyə davam edirik və biz bəyan kəsratu turuqil xeyr, xeyir yollarının çoxluğunun bəyanı fəslində qaldıq. Və bugün bu mövzu ilə əlaqəli 4 hədis götürəcəyik. Birinci hədisimiz Əbu Hüreyrədən rəvayət olunur. Qalən Nəbiyyü sallallahu aleyhi və səlləm Əs-salavatul xamsu vəl-cum'atu iləl-cum'ati və ramadanu ilə ramadana mükəffiratun limə beynəhunnə izəctunibəl kəbəir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, böyük günahlardan çəkildiyi təqdirdə 5 vaxt namaz, bunların arasındakı günahlar üçün, ha belə cümə namazı növbəti cüməyə dək və Ramazan orucu növbəti Ramazana dək arada olan kiçik günahlar üçün kəffarədir. Ümumiyyətlə, yərhamukallah, bildiyimiz kimi salih əməllər günahları silir. Necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur, İnnəl həsənəti yuzhibnə seyyiət. Həqiqətən, yaxşı əməllər günahları silir. Və bu yaxşı əməllər içərisində fərz ibadətlər qədər günahı silən və həmçində fərz ibadətlər qədər insanın dərəcəsini qaldıran başqa əməl yoxdur. Ən çox dərəcələri qaldıran, ən çox günahları silən fərz ibadətlərdir. Məsələn, 5 vaxt namaz, həmçinin vacib oruc, həmçinin zəkat, həc, vacib ibadətlər. Yəni, bunlar nafilə ibadətlərə nisbətən günahların silinməsinə daha çox vəsilədir. Və bu da bizə nəyi göstərir? Bu da göstərir ki, vacib ibadətlərə, fərz ibadətlərə önəm vermək lazımdır. Nafilə ibadətlərdən daha çox. Necə ki, bundan əvvəlki babda bir hədis keçdik. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm qüdsi hədisdə buyurur ki, Allah buyurur ki, qulumun mənə yaxınlaşdığı əməllər içərisində mənə ən sevimli olan ona fərz buyurduqlarımdır. Yazı gəlsə bu hədis keçmişdir. Və həmçinin burada hədisdə bir qeyd var. Məctunibel kəbairu. Böyük günahlardan çəkindildiyi təqdirdə. Yəni, salih əməllər, innəl həsənəti yuzhibnə seyyiət, həqiqətən yaxşı əməllər günahları silir. Bu nəyə aiddir? Bu aiddir, əgər böyük günahlardan çəkinərsənsə, yəni bu kiçik günahlara aiddir. Böyük günahlar isə nədir? Yalnız tövbə ilə yuyulur. Tövbə etmək lazımdır. Və əgər qul haqqı varsa, qul haqqını ödəmək lazımdır. Bu hədislər isə, yəni bu qəbildən olan hədislər, həmçinin ayələr isə nəyə aiddir? Aiddir kiçik günahlar. Necə ki, Uca Allah Quran-ı Kərimdə buyurur ki, İn təctənibu kəbəirə mə tunhəvnə anhu nukəffir ankum seyyiətikum. Əgər sizə qadağan etdiyimiz böyük günahlardan çəkinsəniz, biz sizin kiçik günahlarınızı silərik. Və bu hədis nəyi açıqlayır? Bu hədisdə olan bu qeyd, İzəctunibəl kəbairu, yəni böyük günahlardan çəkindiyi təqdirdə bizə açıqlayır o hədisləri ki, o hədislərdə məsələn hansı salih əməllər günahlara kəffarədir. Məsələn, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, Mən qamə leylətəl qadri imanən və ihtisabənğufirə ləhu mə təqaddəmə min zənbihi. Kim
Qədr gecəsini imanla və savabını Allahdan umaraq ibadətdə keçirərsə, onun günahları bağışlanır. Həmçinin müəyyən zikirlər var. Məsələn, oxuyuruq ki, bu zikri edənin günahları dəniz köpükləri qədər olsa belə bağışlanır. Düzdürmü? Bu kimi hədislər, bu mənada olan hədislər, bu hədis onları açıqlayır ki, burada böyük günahlar nəzərdə tutulmur. Burada kiçik günahlar nəzərdə tutulur. Yaxşı, nəyə görə, nəyə əsasən belə deyirik? Çünki fikir verin. Əgər fərz ibadətlər, 5 vaxt namaz, cümə, Ramazan, əgər bu ibadətlər böyük günahları kəffarə deyilsə, demək ki, ondan aşağı olan ibadətlər, yəni müstəhəb əməllər, bunlar, ərəblər demişkən, min bəbil əvlə, yəni heç kiçik günahlara, böyük günahlara kəffara ola bilməz. Və bu hədisdə də bizə 5 vaxt namaz, cümə, Ramazan qeyd olunub. Və bu hədis, bayaq qeyd edildiyimiz kimi, neyinir? Açıqlayır. O həmin hədisləri açıqlayır. Hansı ki, orada qeyd olunur ki, məsələn, hansı əməllər, hansı nafilə ibadətlər, məsələn, hansı günahlara kəffarədir. Yəni, burada qəsd olunan nədir? Kiçik günahlardır. Növbəti hədisimiz yenə Əbu Hüreyrədən rəvayət olunur. Və bu Əbu Hüreyrədən rəvayət olunan sonuncu 10 hədisdir. Yəni, İmam Nəvəvi demək, bu babı başlayanda 5 hədis Əbu Zərdən rəvayət olunur, radiyallahu anhu, sonra 10 hədis Əbu Hüreyrədən rəvayət olunur. Və bu axırıncı hədisdir, Əbu Hüreyrədən rəvayət olunan. Ən Rasulillahi sallallahu aleyhi və səlləm qalə Ələ ədullukum alə mə yəmhullahu bihil xataya və yərfə'u bihil dərəcət. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sahabələrə sual verir, Əbu Hüreyrə rəvayət edir. Deyir ki, sizi Allahın günahları silməsinə və dərəcələri artırmasına vəsilə olan əməllərə yönəldimmi? Ələ ədullukum, yəni göstərimmi? Yəni, ümumiyyətlə, bu, Peyğəmbərimiz sallallahu aleyhi ve səlləmin bir üslubuydu. Yəni, sahabələri xeyir əməllərə təşviq etmək üçün üslublarından biri buydu ki, sual verirdi onlara. Sualla başlayırdı. Məsələn, bilirsinizmi filan şey nədir? Sonra izah edirdi. Burada da həmçinin deyir ki, sizi Allahın günahları silməsinə və dərəcələri artırmasına vəsilə olan əməllərə yönəldimmi? Və sahabələr deyirlər ki, bələ ya Rasulallah, bəli ey Allahın elçisi. Yəni, sahabələr də xeyrə nə idilər? Həris idilər. Yəni, bunu onlar nə üçün soruşurdular? Dedilər ki, bəli ey Allahın elçisi, yəni öyrənib əməl etmək üçün. Yəni, sadəcə öyrənmək üçün yox. Və dedilər ki, bəli ey Allahın elçisi. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurdu. İsbəğul vudu'i aləl məkərih. Birinci, çətinliklərə rəğmən dəstəmazı kamil şəkildə almaq və kəsratul xuta iləl məsəcid, məscidlərə gedərkən addımları çoxaltmaq və intizarus saləti bə'dəs saləti, həmçinin bir namazdan sonra növbəti namazı gözləməkdir. Yəni, bu 3 əməl insanın həm günahlarını silir, həm də dərəcəsini qaldırır. Və sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, fəzəlikumur ribat. Bunlar keşikdə durmaq kimidir. Və yaxud keşiyində durası əməllərdir. Və bu hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm 3 əməli qeyd elədi. Bax, 3 əməlin 3-ü də namazla əlaqəlidir. Yəni, fərz namazı ilə əlaqəlidir. Birincisi, İsbəğul vudu'i aləl məkərih. Çətinliklərə rəğmən gözəl şəkildə dəstəmaz almaq. Burada çətinlik deyəndə əsasən qış nəzərdə tutulur. Qışda və yaxud səhər-səhər, sübh vaxtı, sübh namazına duranda və yaxud gecə namazına duranda. Çünki insan isti yerdən durur, hətta yay olsa belə, gəlirsən soyuq su ilə dəstəmaz almaq biraz insana çətin gəlir. Və yaxud qış vaxtı, xüsusən də bu hədis nədir, rayon yerində yaşayanlar və şəraiti yaxşı olmayan
insanlar üçün bir nədir? Bir müjdədir. Ki, yəni səbr etsəz, dərəcələriniz qalxar və günahlarınız silməsinə səbəbdir. Çətinliklərə rəğmən gözəl şəkildə dəstəmaz almaq. Dəstəmaz namazın şərtlərindən biridir. Bu namazdan əvvəl. Və kəsratul xuta iləl məsəcid. Məscidə gedərkən addımları çoxaltmaq. Və bu da demək dərəcələri qaldıran və günahları silən əməllərdəndir. Və kim məscidə əgər müəyyən məsafədə, gələ biləcək məsafədə, deməli, ayaqla gələ biləcək məsafədə yaşayırsa, yaxşı olar ki, buna əməl etsin. Məsələn, məscidə əgər sən 1500 addım atacaqsansa, 1500 günahın silinər, səfirlə və 1500 dərəcə qalxarsan. Və intizarus salati ba'des salati. Həmçinin bir namazı qıldıqdan sonra digər bir namazı gözləmək, fərz namazı. Hətta insan səfirlik ki, namazı qıldı, oturdu, niyyəti odur ki, növbəti namazı gözləsin. Yəni, hətta heç bir şeylə məşğul olmasa belə, yenə də o savab qazanır. Yəni, bunu gözlədiyinə görə deyini savab qazanır. Halbuki, bu vaxt ərzində Quran əzbərləyə bilər, məsələn, zikr eləyə bilər və s. faydalana bilər hansısa kitabdan. Əgər bunu edirsə, əlavə savab qazanır buna görə. Və ümumiyyətlə, namazdan, yəni bir namazı, digər namazı gözləmək insan namazda sayılır. Yəni, necə ki, başqa bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, kim bir namazı qılarsa və digər namazı gözləyənə qədər o namaz qılırmış kimi savab qazanır. Və sonra Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, fəzəlikumur ribat. Bunlar keşikdə durmaq kimidir və ya keşiyində durmağa layiq olan əməllərdir. Ümumiyyətlə, ribat deyəndə, ribat əslində düşməni gözləmək üçün keşikdə durmağa deyirlər. Yəni, düşmənin sərhəddə və s. harca keşik çəkməyə deyirlər. Yəni, bunun da böyük bir savabı var. Və bəzi alimlər deyirlər ki, burada Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu əməlləri keşikdə durmağa oxşatdı. Yəni, düşmənlə sərhəddə keşikdə durmağa bənzətdi. Və bəzi alimlər deyirlər ki, yox, burada ribat sözü bağlamaq deməkdir. Bəzilə deyir, yox, burada yəni bu əməllər insanı günahlardan uzaqlaşdırır, yəni bağlayır. Günahlar etməyə neyinir? Qoymur. Bu mənadadır. Və bəzilə deyir, burada məna budur ki, bunlar keşiyində durmağa layiq olan, yəni bu əməllərin gərək keşiyində durasan, davamiyyətli yerinə yetirəsən. Növbəti hədisimiz Əbu Musa Əl-Əş'əlidən rəvayət olunur. Yəni artıq Əbu Hureyra radiyallahu anh hədisləri bitdi. An Əbi Musa Əl-Əş'əli radiyallahu anhu qalə Rasulullah sallallahu aleyhi və səlləm Mən salləl bərdeyni dəxaləl cənnətə. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, kim iki sərinlik namazını qılarsa cənnətə girər. Və sonra İmam Nəvəvi açıqlayır ki, Əl-Burdani əs-subhu vəl-əsr. Yəni, iki sərinlik namazı nədir? Sübh və əsr namazları. Niyə görə bu iki namazlar sərinlik namazı deyir? Birincisi, sübh namazı sərin vaxtı olur. Sərin vaxtı olur. Həmçinin əsr namazı da günəş istisi keçəndən sonra artıq axşama yaxın sərin vaxtı olur. Ona görə də bu namazlar belə adlanır. Yaxşı, nə üçün bu iki namaz qeyd olunub? Alimlər qeyd edirlər ki, çünki sübh namazı elə bir vaxtdadır ki, o namaza durmaq çətindir. Yəni, bu iki namazı, belə deyək, vaxtında yerinə yetirmək çətindir. Sübh namazı nə üçün çətindir? İnsan yatır yuxunun ən şirin yerində durmalı olursan, bu çətindir insana. Yaxşı, əsr namaza deyirlər ki, işin ən qızğın vaxtında olur. Yəni, günün ən qızğın vaxtında. İnsan günün başlayıb işinə və əsr vaxtı gəlib çatıb, işin ən qızmar vaxtıdır. Əgər belə bir vaxtlarda insan öz nəfsini, yəni sübh namazında nəfsinə qalib gələrsə və
əsr namazında da işlərini kənara qoyarsa, bu namazları yerinə yetirərsə, demək ki, digər namazları yerinə yetirməyə bu insan nədir? Çox rahatdır onun üçün. Ona görə də məhz bu iki namaz qeyd olunur. Əslində başqa hədislər var. Yəni bu iki namazın fəziləti barədə, yəni bu iki namazın yerinə yetirməyin vacibliyi barədə başqa hədislər də var. Məsələn, hədislərin biri Buxaridə gəlir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, siz, yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bədirlənmiş ay, yəni 14-cü gecənin ayını göstərir. Deyir ki, bu ayı gördüyünüz kimi Rəbbinizi də öz gözünüzlə görəcək və ona baxmaq üçün bir-birinizə mane olmayacaqsınız qiyamət günü. Və sonra Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə deyir? Əgər gün doğmamışdan və gün batmamışdan əvvəl sizi namaz qılmaqdan yayındıracaq, yəni əməllərdən çəkinə bilsəniz, yəni hədisdə əslində gedir ki, burada lə tuğləbu alə salati, yəni sizə qalib gələ bilməsə başqa işlər, sonra buyurur ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm, əgər edə bilirsinizsə, o zaman bu işlərdən çəkinin. Yəni əgər sizi namaz qılmaqda yayındıracaq işlərdən çəkinə bilərsinizsə çəkinin. Yəni bu iki əməli namazı yerinə yetirmək nədir? Cənnətə düşməyə və Allah Taala'nın üzünü görməyə nədir? Səbəbdir. Və sonra Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bu ayəni oxudu. Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə. Demək, Qaf surəsi 39-cu ayə. Və həmçinin ümumiyyətlə sübh namazı xüsusən də diqqət etmək lazımdır. Başqa bir hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, bir dəstə mələk gecələr, bir dəstə mələk də gündüzlər növbə ilə sizin yanınıza gəlir. Onlar sübh və əsr namazlarında bir yerə toplanırlar. Bundan sonra gecəni sizin aranızda keçirən mələklər səmaya qalxar və Allah onlardan siz mənim qullarımı nə vəziyyətə tərk etdiniz deyə soruşur. Halbuki o qulların nə etdiklərini daha yaxşı bilir. Bununla belə onlar deyirlər, biz onları namaz qıldıqları halda tərk etdik. Yanlarına gəldikdə də onlar namaz qılırdılar. Yəni sübh və əsr namazları. Həmçinin ümumiyyətlə sübh namazı, əgər biz diqqət etsək, yəni sübh namazına ümumiyyətlə yatıb qalmağın səhlənkarlıq ucundan, yəni yatıb qalmağın günahı böyükdür. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm fikir verin. Bir hədisdə gəlir ki, Müslim rəvayət edib, deyir Allah elçisi sallallahu əleyhi və səlləm səfərdə olduğu zaman gecə düşərgə qururdusa, yəni gecənin əvvəli düşərgə qururdusa, sağ yanı üstə uzanırdı. Yəni əgər gecənin əvvəlidirsə, rahat yatırdı. Əgər sübhə yaxın düşərgə qururdusa, qolunu dik tutar, yəni fikir verin, yatanda qolunu dik tutar, başını ovucunun üstünə qoyur, əlini aşağı qoymurdu. Yəni belə qoyurdu ki, fikir verin, yəni namaza yatıb qalmasın. Yəni daha oyaq vəziyyətdə qalsın. Fikir verirsiniz, yəni gecənin əvvəli isə rahat yatırdı. Gecənin sübh namaza yaxındırsa, əlini, fikir verin, deməli, qolunu dik tutar və başını ovucunun üstünə qoyar. Yəni bu vəziyyətdə. Yəni sanki oturmuş vəziyyətdə. Yəni fikir verin Peyğəmbərimiz sallallahu əleyhi və səlləm necə diqqət edərdi sübh namazına ki, yəni birdən yatıb qalar. Növbəti hədisimiz, sonuncu hədisimiz yenə Əbu Musa Əl-Əş'aridən rəvayət edilir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, İzə məridəl abdu əv səfərə kutibə ləhu mə kənə ya'məlu muqimən sahihən. Hədisi Buxari rəvayət edir. Mömin bəndə xəstələndiyi və ya səfərdə olduğu zaman evində və ya həm də sağlam olarkən etdiyi əməllərin savabı qədər ona savab yazılır. Yəni bu hədis həqiqətən də mən bu hədisi çox qeyd edirəm. Bu hədis Allahın rəhmətinə dəlalət edir. Yəni Allah Taala görün mərhəməti nə qədərdir ki, rəhməti nə qədər böyükdür ki, insan bir əməli davamiyyətli edir məsələn.
sonra hansısa bir səbəbdən, yəni özündən asılı olmayacaq bir səbəbdən o əməli edə bilməzsə, Allah Taala onun niyyətinə görə o savabı yazır ona. Yəni fikir verin Allah Taala'nın mərhəmətinin genişliyinə. Və ona görə də xüsusən cavanlıqda, cavan ikən insan əgər gücü varsa, bacarırsa, müəyyən ibadətlərə, yəni fərz ibadətlərdən başqa, sözsüz ki, fərz ibadətlər bilimi vacibdir. Amma müəyyən nafilə ibadətlərə insan gərək daimi yerinə yetirdiyi bir ibadət olsun. Məsələn, 12 rükət ratib namazlar, daimi yerinə yetirən sünnətlərdir. Duha namazı, gecə namazı, 1-ci, 4-cü günün orucu, məsələn, hər hicri ayın 13, 14, 15 orucları və s. İnsan bu əməlləri daimi yerinə yetirə bilər və yaxud zikirlər, səhər, axşam zikirləri və s. Və əgər insan bunları yerinə yetirərsə, çünki heç kim bilmir, qardaşlar, heç kim sığortalanmayıb, yəni sabah başımıza nə gələcək bilmirik. Sabah Allah uzaq eləsin, Allah qorusun hamımıza, Allah itaətli olan uzun ömür versin. Sabah ola bilər ki, kimsə elə bir xəstəliyə tutular ki, bu ibadətləri yerinə yetirə bilməz və ya ağlını itirər. Elə insanlar var ki, baxsan 10 illərlə ağlını itirib o vəziyyətdədir. O vəziyyətlər qalıb. 10 ildir insanın ağlı başında və yaxud iflic olub, hərəkət edə bilmir, yataqdadır. Və təsəvvür edin ki, həmin insan əgər sağlam ikən hansısa bir ibadətləri yerinə yetirirdisə, hətta fərz namazları belə, Allah Taala onu o vəziyyətdə o ibadətlər ona yazılır. Həmin ibadətlər ona yazılır. Yəni insan iflicdir, yataqdadır, 5 vaxt namaz yazılır ona, duha namazı yazılır, əgər qılıbsa daimi, 1-ci, 4-cü gün oruclar və s. Bütün bu əməllər ona yazılır. Görün, bu necə Allahın böyük lütfüdür, mərhəmətidir. Halbuki qıraqdan baxan bəlkə də ona yazığı gəlir. Yəni, belə deyək, səfərin onun yanına bir insan gəlib, sağlam insandır, amma namaz qılmayan insandır. O baxıb ona deyəcək ki, yazıq, məsələn. Halbuki özüdür yazıq. Sən sağlamsan, namaz qılmırsan. Amma o vaxtında qılıb, indi Allah Taala uzanan yerdə ona savab yazır. Və ona görə bu hədis həqiqətən də çox, belə deyək, Allahın rəhmətinə dəlalət edən, ən çox dəlalət edən hədislərdən biridir. Yəni, ümid verici hədislərdəndir. Və bu hədisi əməl etmək üçün nədir? Müəyyən ibadətləri gərək niyə davamiyyətli yerinə yetirir. Həmçinin səfərdə, insan səfərdə olanda çətin olur bəzi əməlləri yerinə yetirmək. Nafilə namazlar və s. baxırsan çətinlik olur, oruç tutmaq. Lakin səfərdəsənsə, xüsusən də çox səfər edən qardaşlar, əgər sən evində olanda hansısa bir ibadəti daimi yerinə yetirirsənsə, səfərdə olanda Allah Taala sənə demək bu əməllərin savabını yazır. Bu qədər qardaşlar, bugünkü dərsimiz. Allah bizi eşidib faydalardan etsin. Allah Taala bizi sabit etsin dində. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və sahbihi ecmaîn.